Və zahir əməllər də mütləq olmalıdır ki, insan cənnətə girsin. İnsanın namazı yox, deyir ki, elə cənnət mənlikdir. İnsanın zəkatı yox, varlıdır, deyir ki, cənnət mənim kimi təmiz insanlarıdır. İnsanın heç bir salih əməli yoxdur. Ramazan oruç tutmur, deyir ki, elə mən yaxşı oğlanam, ürəyim təmizdir, cəmaatın toyuna daş atmıram, elə cənnət mənim kimləri üçündür. Deyir ki, sən ürəyini nə ilə təmizlədin? Deterjanla, şampunla, sabunla, nə ilə təmizlədin? Zaten ürək bu mənəvi təmizləyicilərlə təmizlənə bilər. Başqa eşlə onu təmizləmək mümkün deyil. Qəlb təmizlənir nə ilə? Qəlb özü mənəvi şeylərlə təmizlənir. Ona görə həmin iddiaçılar yalançıdırlar. Onların qəlbində özləri də agahdılar, həsəd də var, kimrilik də var, buxul bəxillıq da var, kibir də var, həqd, kin-küdara da var,ğıl, insanlara qarşı pis olmaq da var, zan, insanlara qarşı zən də var və bunlar cənnətə aparan yolların qabağında olan manilərdəndir. Əksi də bunların cənnətə aparan yollardır, qəlbin saflaşması. Saflaşmağın ilk səbəbi nədir? İlk böyük tələb ondan nədir? Şirkdən təmizlənməsi qəlbin və sonra başqa şeylər də ardıca gəlir. Və burada bir sizə misal gətirim. Ağa köləsinə buğda əkməyə tapşırır və taxıl verir ona. Bir ildən sonra onlar tarlaya gələndə ağ buğda əvəzinə, taxıl əvəzinə qara arpa tapırlar. Tarla bütün qara arpa yetişdirib. Bu halı görən ağa çox qəzəblənir. Deyir, mən sənə ağ taxıl verdim, elə deyilmi? Bəs sən nə inəmsən? Deyir, bəli, mən də onun əvəzinə qara arpanı səptim yerə ki, ümidlə ağ buğda çıxacaq. Deyir, ay səfeh, harada görmürsən ki, qara arpanı səpəsən və əvəzinə ümid edəsən ki, qara arpa əvəzinə ağ buğda çıxsın. Qayıdıb ağasına deyir ki, namaz qılmırsan, zəkatını da çıxartmırsan, orucunu da tərk eləmirsən və həmişə deyirsən ki, cənnət mənim kimləri üçündür. Elə inşallah mən cənnətə gedəcəm ümidlə. Bu da onun misalıdır. Mən də ümid edirdim ki, arpanı səpsən buğda çıxa bilər və çox ümid edirdim və nəticədə nə oldu? Arpa çıxdı. Burada sizin üçün bir ibrət var. Allah Teala az da olsa eşli faydalar versin. Hədə və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmain.